Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, fərqli dadda, çox dadlı, ağızda olan peçeni hazırlayacağım. Xəmiri hazırlamaq üçün 250 qram unun üzərinə 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirəm. Əlimlə quru ərzaqları qarışdırıram. Üzərinə 80 qram soyuq kərə yağı əlavə edirəm. Kərə yağı margarinlə də əvəz etmək olar. Yağı una batıraraq süzgəcdən keçirdirəm. Əlimlə umaçı hazırlayıram. Umacın üzərinə 3 ədəd yumurta sarısı, 100 qram da xam əlavə edirəm. Sonda əlimlə ərzaqları bir yerə yığıram. Çox bərk xəmir yoğurmağa ehtiyac yoxdur. Yumurtanın böyük və kiçikliyindən, xamanın sıyıqlıq dərəcəsindən asılı olaraq, xəmir sıyıq olsa, sonradan unun miqdarını artırmaq olar. Hazır xəmir bu cür olmalıdır. Dəzgaha yerləşdirdikdən sonra qoz boyda kündələrə ayırıram. Təxminən 24-25 ədəd kündə çıxır. Üzərini salafanla örtüb, soyuducuda ən azı 1 saat saxlayıram. 1 saat sonra soyuducudan çıxardıram. İndi isə içliyi hazırlayıram. İçliyi hazırlamaq üçün qabın içərisinə 1 çimdik duz, yarım stəkan da şəkər əlavə edirəm. Şəkərin miqdarını 1-2 qaşıq artırmaq olar. Üzərinə 3 ədəd yumurta əlavə edirəm. Mikserlə ağaranacan çalıram. 3-4 dəqiqə çaldıqdan sonra üzərinə 1 paket vanil əlavə edirəm. Yumurta ağı bu cür tam qatılaşmalıdır. Həcmi artıb ağardıqda, qatılaşdıqda mikseri söndürürəm. Hazır içlik qabdan tökülməməlidir. Bu qaydada olmalıdır. İçliyi hazırlayan kimi peçeniyəni hazırlamaq lazımdır. İçliyi çox saxlamaq olmaz. Dəzgahın üzərinə, kündənin üzərinə azacıq un səpib, xəmiri bu cür yayıram. Kündəni yaydıqdan sonra bu qaydada kəsirəm. Orta hissəsini kəsmirəm. Üzərinə hazırladığım içlikdən əlavə edirəm. Hər xəmirin içərisinə təxminən 1 dolu çay qaşığı içlik gedir. Gül formasında bükürəm. Alt hissələrini birləşdirirəm. Sonradan xəmirin uc hissəsində kənarlara doğru açıram. Digərlərində eyni qaydada hazırlayıram. İçliyi hazırladığınız kündənin sayına görə bölün. Çox asan bükülür. Görürsünüz, çox gözəl forması alınır. Listə düzdükdən sonra 160 dərəcəlik sobada bişirirəm. Təxminən 15-20 dəqiqə sonra konveksiya rejimində bişirirəm. 40-50 dəqiqəyə tam bişir. Çox qızartmıram. Bu cür rəngi pudra rəngində olduqda sobadan götürürəm. Artıq gördüyünüz kimi peçenyelər hazırdır. Biraz soyuduqdan sonra üzərinə şəkər pudrası əlavə edirəm.
Gördüyünüz kimi mükəmməl görünüşü var. Həqiqətən də görünüşü kimi də ləzzətli bir peçeniya alınıb. Həm dadlı, həm fərqli, həm də ki ağızda olan peçeniyalar alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videolarımızın davamlı olması üçün kanalımıza abunə olmağı, videoları izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.